Əziz dostlar, hər kəsi salamlayıram. Bu günləri əslən Yardımlı rayonunun Dağüzü kəndindən olan şəhidimiz Bibim oğlu Əliyev Nazimin mövlud günüdür, yanvarın 11-i. 4 gündən sonra yanvarın 15-i də şəhadətə qovuşduğu gündür. Şəhidimiz 1-ci Vətən müharibəsi, Qarabağ müharibəsində qəhrəmancasına şəhid olub. Bax, gördüyümüz şəhid atası Yardımlının ağsaqqalı, şəhidimiz Rasim Rufullayevin atası Yadigar Əminə, şəhidimizin oğlu Nail, şəhidimizin qardaşı Bibim oğlu Nazim, Rasim Rufullayevin qardaşı, əziz qardaşım Həsən Rufullayevlə şəhidimizi ziyarət edirik. Mövlud günün, cənnətdəki mövlud günün mübarək olsun əziz şəhidim. Yadigar Əmin, zəhmət olmasa öz ürək sözləridir. Çox sağ olun. Zəhmət olmasa yaxından. Allah kömək olsun. Bizə də nəsib oldu şəhidlər. Sumrayətdə şəhidlər, Qərbanda şəhidləri ziyarət etmək. Bu səbəbşər Allah kömək olsun. Allah bütün şəhidlərimizin qəbrin nuruna qoyulsun. Allah bir də Azərbaycan xalqına şəhid qismət. Amin. Azərbaycan xalqına Allah bu xalqımızı qorusun. Allah ölkəmizi qorusun. Allah bütün Azərbaycan gənclərini qorusun. Allah prezidentimizi qorusun. Ali başkanlarını qorusun. Ne diyeyim? Mövludun mübarək şəhidim. Allah sizin kimi şəhid atalarını qorusun. Bizlər sizə borcluyuq. Sizin kimi şəhid atalarının, şəhid övladlarının yanında olmaq bizim üçün qürurdur. Allah sizləri var eləsin. Siz də Rasim Rufullayev kimi, sizin kimi şəhid ataları və bu qədər şəhidləri vətənə qurban vermişsiniz və Qarabağımız siz şəhid atalarının, o şəhidlərin hesabına, prezidentimiz, başta prezidentimiz və onun yanında şəhidlərimiz, qazilərimiz hesabına Qarabağımız azad oldu. Biz Azərbaycan xalqı adından Yadigar Əmin sizə, sizin timsalınızda bütün şəhid atalarına, şəhid analarına, şəhid övladlarına, şəhid qardaşlarına təşəkkür edirik. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Amin. Naim bəy, zəhmət olmasa. Allah cəmşəhərlərimizi rəhmət etsin. Qazilərimizin can sağlığı versin. Oyun olsun, numarada deyilən söz istifadə düşməsin. Amin. Bütün gənclərimiz xoş və alan yaşasınlar, xoşbəxt etsinlər. Sağ olun, var olun, şəhidlərimizi yad edirsiniz. Mən bir qardaş kimi dövlətimizdən, dövlətimizin prezidentindən razıyam. Allah razı olsun, qayğılarına görə hər bir işlə görə. Sağ olun, var olun. Var olsun dövlətimiz, var olsun şəhid ailələri, var olsun şəhidlərimizin ruhları. Allah ruhlarını şad etsin. Şəhidimiz Əliyev Nazimin övladı Nail qardaşımızın da öz sözlərini deyəcək. Allah səni var eləsin. Allah cəmi şəhidlərimizə ilk növbədə rəhmət eləsin burada. Allah sizlərdən razı olsun ki, belə günlərdə yad edirsiniz, unutmursunuz. Heç vaxt borcunuz tək qalan belə deyək. Sizə minnətdarım ilk növbədə. Bizim borcumuzdur. Ən birinci də dediyimiz kimi şəhid atalardır, şəhid övladlardır, qardaşlardır. Şəhidlərimiz özləridir. Allah onların o dünyasını versin. İnşallah ki, yerlərimiz də cənnətdir. Allah sizlərdən də razı olsun. Sağ olun. Allah qüvvət versin. Həmişə məhdinin dayağı olasınız. Sami müəllim, bir daha da siz çox sağ olun. Allah hamınızdan razı olsun. Sən də o Əliyev Nazimin şəhidimizin adına uyğun olunsan, onun yolun davam edirsən, Allah olan qalan ömrünü sənə versin, sənin övladlarına versin və vətənimiz sizin kimi olmalarına var olsun. Şəhidimiz yardımlı şəhidi, Zemin şəhidi Rasim Rufullayev, Yadigar Əminin övladı, Rasimin qardaşı Həsən qardaşım buradadır. Mən də şəhidimizin ruhuna salam göndərirəm. Ruhun şad olsun şəhidim. Cənnətdə dəyişmən mövludun mübarək şəhidim. Amin. 3 gündən də sonra şəhidimizin şəhadətə qovuşduğu gündür. Bir daha ruhun şad olsun şəhidim. Və bu günləri Sumqayıt Şəhidlər Xiyabanına girəndə burada fərq eləmir. 92-ci ildən 2023-cü ilə kimi olan bütün bizim şəhidlərimiz var. Vətən uğrunda hətta burada yaxından görünən bizim polis şəhidlərimiz var. Onlar da ruhlar şad olsun. Cəmi şəhidlərimizin ruhu şad olsun. Bizim elə and yerimiz, səcdəgahımız, ziyarətimiz elə bu şəhidlər olsun. Hər zaman bunlar bizim qəlbimizdədir. Allah şəhidlərimizi rəhmət eləsin. Şəhidlərimizə hər zaman qiymət verən xalqımızı Allah qorusun. Allah Azərbaycanımıza bundan sonra bizlərə qələbəni yaşamışıq. Bundan sonra ağrılı, acılı günlər Allah qismət eləməsin.
Allah Amin. cəmi ölkə rəhbərini qorusun. Bizim şərəfli polislərimizi, şərəfli zabitlərimizi, gizirlərimizi, hərbiçilərimizi, səngərdə bu günləri düşmənlə üzə dayanan əskərlərimizi qorusun. Amin. Allahdan qazilərimizə can sağlığı, veteranlarımıza can sağlığı arzulayıram. Allah ordumuzu qorusun, xalqımızı qorusun. Mən də cənnətdə dəyişməyən şəhidimin mövludu mübarək olsun. Sağ ol. Ben çalışıyorum, Türk şehit varlığının karşısında başlayalım. Allah onlara sabır versin.